Bir gün balaca qarğa meşədə uçarkən yerdə dadlı bir pendir tapdı. O çox sevindi və pendiri götürüb hündür bir ağacın budağına qondu. Qarğa yeməyə hazırlaşırdı ki, bunu az tülkü gördü. Tülkü pendiri istəyirdi, amma necə alacağını bilmirdi. O ağacın altına gəlib şirin səslə dedi: "Ay qarğa, meşədə sənin kimi gözəl quş yoxdur." Qarğa sakitcə ona baxdı. Tülkü yenə dedi: "Mən eşitmişəm ki, sənin səsin də çox gözəldir. Mənə bir mahnı oxuyarsan?" Qarğa başa düşdü ki, tülkü onu aldatmaq istəyir. Əgər ağzını açsa, pendir yerə düşəcək. O biraz düşündü, sonra ağıllı bir plan qurdu. Qarğa pendiri ayaqları ilə möhkəm tutdu və sonra mahnını oxumağa başladı. Tülkü təəccüblə qarğaya baxdı. Pendir isə yerə düşmədi. Tülkü əsəbləşib dedi: "Sən çox ağıllısan." Qarğa gülümsədi və cavab verdi: "Hər şirin sözə inanmaq olmaz." Tülkü utanıb meşədən uzaqlaşdı. Qarğa isə pendirini yeyib uçdu. Çünki ağıllı olan aldanmaz.